Əmanətlərin tam sığortalanması müddəti daha bir il uzadılır. Bununla bağlı əmanətlərin tam sığortalanması haqqında qanuna dəyişiklik edilir. Dəyişiklik Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında müzakirə olunub. Digər uğurlu iqtisadi islahatlar kimi əmanətlərin tam sığortalanması istiqamətində atılan addımlar da ilk növbədə əhalinin maraqlarının təmin olunmasına və insan amilinə xidmət edir. Əmanətlərini banklarda saxlayan əmanətçilərə xoş müjdə var. Banklarda saxlanan əmanətlərin tam sığortalanması müddəti daha bir il uzadılır. Yəni vətəndaş heç bir narahatçılıq keçirmədən bundan sonra da əmanətli banka etibar edəcək. Zəmanəti dövlət verir. Dövlət başçısının qanunvericiliyi təşəbbüsü ilə Milli Məclisə təqdim olunan əmanətlərin tam sığortalanması haqqında qanunda təklif edilən dəyişikliyə əsasən əmanətlərin tam sığortalanması 2020-ci il martın 4-nədək uzadılır. Əmanətlərin tam sığortalanması əhalinin banklara etimadını daha da gücləndirməklə yanaşı, bu sayədə vətəndaşların maraqlarının ən yüksək səviyyədə qorunmasına xidmət edir. Qısa zaman kəsiyində bir il ərzində bizim sığortalanan banklarda əmanətlərin miqdarı bir 10%-ə qədər artıb. Əmanətçilər əmindirlər ki, bu sığortalanıb və bu qanunun bir ildə uzadılması bir daha Cənab Prezidentin əhalinin yaşayış səviyyəsinin mühüm göstəricisi olan əmanətlərin artırılmasına olan inamıdır. Ölkəmizdə həyata keçirilən bu siyasət və məzənnənin sabit qalması əhalinin əmanətlərini əsasən milli valyutada artımını şərtləndirib. Azərbaycan bildiyiniz kimi dünyada əmanətlərin tam sığortalandığı yeganə ölkədir. Yəni bu bir tərəfdən bankların işində dövlətin bir dəstəyi, bir köməyi, amma eyni zamanda vətəndaş üçün güclü Azərbaycan dövlətinin bir zəmanətidir ki, bu bütövlükdə əhalinin həm yaşayış tərzinə, həm banklara inamda, həm Azərbaycanın pul siyasətində, həm ölkənin makro iqtisadiyyatında, həm bütövlükdə iqtisadiyyatın inkişafı üçün bu çox mühüm bir qərardır və bu iqtisadi qərarla yanaşı eyni zamanda dövlətin sosial siyasətinin mühüm bir alətidir. Əmanətlərin tam sığortalanması prosesi 2016-cı ildən ölkəmizdə həyata keçirilir. Əmanətlərin sığorta fonduna üz banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3% və milli valyuta üzrə 15% olmaqla tam sığortalanır və tam kompensasiya olunur. Hazırda Azərbaycan ərazisində fəaliyyət göstərən 30 bank əmanətlərin sığortalanması fondunun üzvüdür. 2018-ci ildə əhalinin əmanətləri 7,5 milyarddan 8,3 milyard manata dək artmışdır və 10%. Burada da əmanətlərin tam sığortalanması mexanizminin tətbiqi də öz təsirini göstərmişdir. Rəqəmləri nəzər yetirsək biz nəyə görürük ki, 2015-ci ilin sonu ilə müqayisədə əmanətlərin xarici milli valyutada olan əmanətlərin həcmi 2,1 dəfə artıb, xarici valyutada olan əmanətlərin isə məbləğləri 65% azalmışdır. 2016-cı ilin mart ayına dək qorunan əmanətlər 2,3 milyard manat təşkil edirdisə, bu da ümumi əmanətlərin 24,3%-ni təşkil edirdi. Hal-hazırda ümumi əmanətlərin 77%-ni və yaxud 6,4 milyard manatı qorunan əmanətlər təşkil edir. Bu siyasət ölkədə fəaliyyət göstərən bankların da maraqlarına uyğundur. Çünki dövlətin dəstəyi ilə əmanət cəlb etməklə banklar likvidliklə təmin olunur. Yaranmış makroiqtisadi sabitlik şəraitində üstəlik əmanət cəlbinin də təmin edilməsi banklar üçün bir üstünlükdür. Hazırda bank sektorunda likvidlik kifayət qədər yüksək vəziyyətdədir. Və 2,2 dəfəni keçir təxminən likvidlik göstəriciləri və adekvatlıq əmsalı da eyni nisbətə yaxındır. Bu da onu göstərir ki, bank sektoru ümumilikdə kifayət qədər dayanıqlıdır. Və 2020-ci ilə qədər sağlamlaşma prosesinin tam başa çatdırılmasıyla bağlı yenə də dövlət qurumları, cümlədən Maliyyə Bazarı Nəzarət Palatası qarşısında tədbirlər müəyyənləşdirilmişdir, tapşırıqlar müəyyənləşdirilmişdir. Sığortalanmış əmanət qorunan əmanətin elə bir hissəsidir ki, əmanətçi xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə fond tərəfindən kompensasiya olunur. Sığorta hadisəsi baş verdikdə kompensasiya milli valyutada olan əmanətlərə manatdan, Amerika Birləşmiş Ştatları dollar və avroda olan əmanətlərə həmin valyutalarda veriləcək. Bütövlükdə əmanətlərin tam sığortalanması mexanizmi 7.515.000 tələbli və müddətli hesablara malik insanı əhatə edir. Əmanətlərin tam sığortalanması mexanizmi tətbiq edilənədək isə cəmi əmanətlərin
əmanətlərin 24,3%-ni, yəni 2,3 milyard manatı kompensasiya olunan əmanətlər təşkil edirdi. Hazırda isə əmanət portfelinin 77%, yəni 6,4 milyard manatı kompensasiya olunan əmanətlərə aiddir. Kompensasiya olunan əmanətlərin 24%-ni, 1,5 milyard manatı, 30 min manata qədər əmanətlər təşkil edir. Göründüyü kimi, dövlətin sığortaladığı əmanətlərin həcmi 3 dəfəyədək artıb. Bu isə əmanətlərin tam sığortalanması mexanizminin nə qədər səmərəli olduğunu bir daha təsdiqləyir. Əhalinin banklara artan etimadı şəraitində əmanət həcminin böyüməsi nağd dövriyyənin azalması, nağdsız dövriyyənin isə artmasına zəmin yaradır. Maliyyə vəsaitinin bank dövriyyəsinə cəlb edilməsi ilə iqtisadiyyatın səmərəlilik, hesabatlıq və şəffaflıq imkanları genişlənir. Sənədin Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsi iclasında müzakirə zamanı qeyd olundu ki, dövlət başçısının bu qərarı milyonlarla bank əmanətçisinin marağını ifadə etməklə yanaşı, həm də potensial əmanətlər üçün təşviq mexanizmidir. Azərbaycan manatının regionda ən sabit valyuta olması və ölkəmizdə inflyasiyanın aşağı həddi şəraitində əhali üçün banklarda əmanət yerləşdirmək daha əlverişlidir.